Şah İsraili tanımağın siyasi cəhətdən zərərli olduğunu başa düşürdü. İran ruhaniləri artıq 1960-cı illərdə Şah rejiminə qarşı çıxış etmişdilər. Əvvəlcə Türkiyəyə, sonra İraqa, 1978-ci ildən isə Fransaya sürgün edilən İtalyan Xomeyni xütbələrində Şahı Siyonist kukla adlandırırdı. Lakin bunlar əldən ələ ötürülən kasetlərdə gizlicə eşitdiyiniz bir sürgünün sözləri idi. 2010-cu ildə İsrail Dövlət Arxivləri tərəfindən məxfilikdən çıxarılan sənədlər əməkdaşlığın miqyasını göstərir. Təkcə 1977-ci ildə İran İsrailə ümumi neft idxalının 42%-ni təmin etdi. Bunun müqabilində İsrail İrana hava hücumundan müdafiə sistemləri, Amerika F-4 Fantom qırıcıları üçün ehtiyat hissələri və kəşfiyyat dronları satdı. Ticarət dövriyyəsi 600 milyon dollara çatdı. Hər il Tehranda İsrail diplomatları ticarət nümayəndəlikləri adı altında işləyirdilər. Təxti Cəmşid küçəsindəki bir binada rəsmi olaraq sitrus, meyvə və almaz ixracı ilə məşğul olan bir ofis var idi. Əslində İrandakı bütün İsrail fəaliyyəti orada əlaqələndirilirdi. Mazda işçiləri Savak zabitləri ilə görüşdülər və Kürdistanda İraqa qarşı birgə əməliyyatlar planlaşdırıldı. Lakin İran cəmiyyətində İsrailə qarşı deyil, xüsusən də Şahın ümumi modernləşməsinə qarşı narazılıq yaranırdı. Şah ağ inqilabı, torpaq islahatını, qadınların azadlığını və təhsilin dünyəviləşdirilməsini həyata keçirdi. Ruhanilər təsirini və gəlirini itirirdi. Məscidlərlə əlaqəli ənənəvi ticarət mühiti olan bazarlar, qərb korporasiyalarının dominantlığından əziyyət çəkirdi. Orta təbəqə Savakın korrupsiyası və repressiyalarından qəzəblənirdi. İsraillə əlaqə yalnız bir simptom idi. Lakin Xomeyninin əlində bu dəyişdi. Şah 1979-cu ilin yanvarında İranı tərk etdikdə, Xomeyni hələ də Paris ətrafında Nöfleli Şato kəndində idi. Fransız villası inqilabın qərargahına çevrilmişdi. Dünyanın hər yerindən jurnalistlər 80 yaşlı Aytallahla müsahibə aparmaq üçün gəlirdilər. O, həyətdəki alma ağacının altında oturmuş, Mühəmməd Peyğəmbərdən birbaşa nəslin əlaməti olan qara çalma taxmış və gələcək İslam dövlətinin ideologiyasını formalaşdırmışdı. Xomeyni qayıtmazdan əvvəl lentə yazılmış və İranda yayılmış moizələrindən birində Serbiyalıya İsrailin İslam dünyasının bədənində xərçəng şişi, Amerika tərəfindən əkilmiş bir şiş olduğunu söylədi. Şah isə onun əldaşı idi. O, müsəlman torpaqlarını siyonistlərə satdı, düşməni evə buraxdı və bunun üçün Allah qarşısında cavab verəcək.